Herkese salam. Yepyeni bir vlogla görüşünüze gelmişim. Yeni deyirdim ki havalar açılmağa başlayıp gün çıxır, yenə yağış yağmağa başladı. Nədənsə yaz fəsli özünü bu aralar payız kimi aparır. Buna baxmayaraq əhval-ruhiyyəmizi pozmağa dəyməz. Mən də yoldaşımın işdən gəlməyini gözləyirəm ki, bir yerdə səhər yeməyi yeyək və ardınca mənim bugün eləyəcəyim bir çox iş var. Onlardan biri də ürəyimə neçə vaxtı düşən şirniyyat var, onu hazırlamaqdır. Və əlbəttə ki, reseptini sizlə bölüşəcəm, açıqlama hissəsində yerləşdirəcəm. Siz də baxıb hazırlaya bilərsiniz. Heç belə böyük simit görmüsünüz, görə də bilməzsiniz, çünki bu simit deyil, çörək imiş. Mən saftirikdə yeyirəm, deyirəm, heç bundan dad gəlmir. Yoldaşım deyir ki, çörəkdir. Onu da deyim qızlar, bir tavadan yeyilən pomidor yumurtanın ləzzətini heç nə verə bilməz. Yeməkdən sonra isə birbaşa üst tuturam marketə, çünki şirniyyat üçün çatışmayan ərzaqlar var imiş və mən bunun fərqinə çox gec vardım. Əgər bilsəydim, elə vaxtında yoldaşıma deyərdim, işdən gələndə alıb gətirərdi. Mən də bir də bu yağışlı havada çölə çıxmaq məcburiyyətində qalmazdım. Marketə çatan kimi isə nə ilə qarşılaşsam yaxşıdır. Gördüyünüz kimi əvvəldə də baxın, orada bütün şokoladlara, abur-cuburlara endirim var idi. Və əlbəttə ki, bu məni öz yolumdan daşındıra bilməz. Əgər qarşıma bir məqsəd qoymuşamsa, ona mütləq çatmalıyam. Ona görə də gəlirəm mənə lazım olanları almaq üçün digər piştaxtanın yanına. Və buradan da mənə lazım olan nədir? Krem şanti, qatlaşdırılmış süd və qida boyası. Düzdür, qatı formada olan qida boyası tapmamışdım. Ancaq toz halında olan qida boyasını tapdım. Bu arada qızlar, bir dəm belə maraqlı stəkanla qarşılaşdım, kupa ilə qarşılaşdım. Day, artıq nə deyirsinizsə buna. Əvvəl dedim ki, bunu burada belə kim qoyub, sonra baxıram ki, nə qeyri-adiymiş, sanki içində bir şeylər var, amma eyni zamanda da yoxdur. Qiymətini qeyd eləməmişlər, ona görə də elə qaytarıb yerinə qoyuram. Və qızlar, bizim favori olan meyvəmiz alçanın, baxıram ki, bu qiymətdən sonra öz sezonunu mütləq gözləmək lazımdır və digər egzotik meyvələri də sizə göstərirəm. Keçid alırıqsa indidən evə. Düzdür, evdən çıxanda yağışla qarşılaşmamışdım, amma evə qaydanda yağışa düşdüm və qızlar, bu da bizim yol. Bildiyiniz kimi Bakının hardasa %90% bu haldadır. Kanalizasiya suları, yağış suları axır və yolları bərbad hala qoyur. İstər şəhərin mərkəzi olsun, istər isə şəhərdən kənar olsun. Evə çatandan sonra isə ilk işim səliqə səhman yaratmaq oldu. Mənim üçün şirniyyat hazırlayanda, ümumiyyətlə yemək hazırlayanda əsas məsələ masanın üstündə geniş bir alan hazırlamaqdır və səliqə səhman yaratmaqdır. Ona görə də bütün masanın üstünü boşaldıram və ən əsası da bugün yeni bir örtü almışam. Çox ucuz, düz 1 manata bir örtü aldım. Çünki üzərində çox belə şirin detalları var idi və şəkilə uyğun formada təsəvvür etmişdim ki, elə də olmadı. Reallıq məni yanıltdı. Əslində 1 manata görə elə də böyük keyfiyyət gözləmək məcburiyyətində deyilik. Onsuz da gözləmirdim. Amma belə şəffaflıqla da qarşılaşacağımı düşünməmişdim. Daha yaxından birazdan görəcəksiniz irəliləyən dəqiqələrdəki keyfiyyəti necədir. Və bu arada hava çox küləklidir. Videodan da bu səsi eşitmək mümkündür. Qızlar, bu nədə almışam mən? Yəni süfrə əvəzi bir şeydir. Çox nazikdir, çox incədir. Yəni, sırf üstündəki belə bu naxışlara, bu bəzəklərə görə alandım ki, şirindir, qəşəng fərqli bir ab-hava qatar. Həm də ki, bu alt hissəni göstərməz. Beyaz deyə nəzərdə tutmuşdu, ancaq heç də elə deyil. Həm də çox incədir. Düşünürəm, üstünün yenidən klonkasını bunun üstündən salım. Yoxsa gərəksizdir. Əslində bölüb şkafların içində yerləşdirə bilərəm. O da ola bilər. Sizcə mən buna neyiniyim? Yekun görüntümüz belə oldu. Üstünə klonka sardım. Düz elə qani eləmədi. Amma nəysə, iş görəcəm. Daha bir də vaxtımı bunu itirmək istəmirəm. İndi isə gəlin şirniyyatımızı hazırlayaq. Hazırlayacağımız şirniyyat qızılgül krebidir. Siz buna qızılgül tortu da deyə bilərsiniz. Çünki qızılgül formasında olan bir torta çox bənzəyir. Tərkibinə lazım olan ərzaqlar isə 4 ədəd yumurta, 4 xörək qaşığı duru yağ, 2 stəkan un, 2 stəkan süd,
1 paçka vanil, 1 çay qaşığı qabartma tozu, 1 çay qaşığı kakao və qida boyasını hər birini qarışdırırıq mikserdən. Tam qatı olmayan cıvı formada bir maye əldə edirik. Bundan sonra isə bilinçikimizin xəmirləri hazır olur. Bəli, düzgün eşitdiniz. Bilinçik xəmirləri biz bugün şirin bilinçiklər hazırlayacağıq. Bu arada qızlar, mən qida boyasının qatı olan formasını tapa bilmədim. Toz halında olanı tapdım və istədiyim görüntünü, rəngi almaq üçün 3 paket belə bir qida boyası sərf elədim. Amma siz elə qırmızı rəngdə olan qida boyasını tapsanız çox yaxşı olar. Çünki bunun üzərində belə xırda moruqlar vardı və pəmbə görüntü yaratmışdı. Mən 3 paçka tökəndən sonra istədiyim qırmızılığa nail oldum. İçlik üçün isə krem şantidən istifadə etdim. Şantinin üzərinə qatılaşdırılmış süd və yarım stəkan süd əlavə edərək 3 dəqiqə ərzində qarışdırdım və belə bir görüntü yarandı. Əgər siz istəsəniz, müəllibi filan da hazırlayıb içliyi o formada da edə bilərsiniz. Qızlar, bax belə yapışmayan kreplər alınmalıdır. Mən bilinçik tavasında hazırlamamışam deyə qıraqları belə çox xırt-xırt olur. Yəni bax belə çox quruyur, balaca tavadır deyə. Amma siz hazırlayanda bilinçik tavasının üstünlüyü verin. Mən də olmadığı üçün belə hazırladım. Yəni çox qəşəngdir, çox süperdir. Yəni tərkibi süper alınacaq inşallah. Baxın qızlar, belə pıt-pıtlara mənə gəlir. Bu deməkdir ki, artıq bilinçik bişmək üzrədir. Götürə bilərsiniz. Hardasa bir 20 dənə belə bilinçik xəmiri alınır. Ən balacası oldu, ən axırıncı ilə də bunu hazırladım. Çox qəşəngdir, yəni cırılacaq bir şey deyil. Belə, indi gəlin hazırlayaq. Mən gələnə qədər Dilək artıq işə başlayıb. İnsan əsəbləşə də bilmir belə bir mənzəriyə, nə deyəsən axı? Nəhayət hər şey hazırdır və krepimizə qızıl gül görüntüsü verə bilərik. Bunun üçün düz bir boşqab seçirik. Mərkəz hissəsinə isə hazırladığımız kremdən biraz çəkirik. Ardınca isə 3 ədəd bilinçik kənara qoyuruq və onları aypara formasında qatlayırıq. Onu da qeyd edim ki, video görüntüdə mən kiçik bir səhvə yol verdim. Dediyim kimi 3 ədəd aypara formasında qatlanmış bilinçiki biri digərinin üzərinə gələcək formada yerləşdiririk. Daha sonra isə uç hissədən başlayaraq qıvırmağa başlayırıq. Nəticədə qızıl gülümüzün mərkəz hissəsi hazır olmuş olur. Amma mən diametri kiçik olan bilinçiklə başladığım üçün görüntüdə elə də böyük fərq yaranmır və nəticədə isə müəzzam bir görünüşlə qarşılaşacağıq. Gəlin qızıl gülün digər ləçəklərini necə hazırlayırıq ona baxaq. Əvvəlcə bilinçikin mərkəz hissəsinə krem şanti çəkirik. Sonra onu aypara formasında qatlayırıq. Qatladıqdan sonra isə aşağı hissəsinə yenidən krem şanti çəkib mərkəz hissəyə yerləşdirdiyimiz ləçəklərin qırağına yapışdırırıq. Bu proses ləçəklərdən biri digərinin üzərinə gələcək formada davam edir. Nəzərinizdə olsun ki, krem şantini çox əlavə etmək lazım deyil. Çünki bol-bol əlavə edəndə krem ləçəklərin arasından çıxır və elə də xoş görüntü yaratmır. Bu arada qızıl gülün mərkəz hissəsi əslində bu formada hazırlanmalı idi. Yoxdur sənə. Yoxdur sənə puançıq. Diləyi mətbəxdən qovuram, amma getmir, heç küsmür də. Bilsəm ki, küsür. Ən azından işimi rahat formada görəcəm. Heç onu da eləmir. Elə hey burada qızıl gülün yarpaqlarını qopartmağa çalışır. Sonra da əlinlə kameranı aşırdır və olanlar olur. Görün necə qəşəng alınıb. Nəzərə alsaq ki, mən onu bilinçik tavasında hazırlamamışdım. Siz amma onu bilinçik tavasında hazırlasanız, hətta diametri biraz geniş olan tava olsa, qızıl gülünüz biraz daha böyük alınır. Son olaraq qalan işimiz qabları yumaq idi və hər birini bir yerə topladım və yumağa başladım. Qızlar, bu arada axşam yeməyini hazırlamamışdım. Planımda isə KFC toyuq hazırlamaq idi və yoldaşım zəng elədi ki, axşam yemək üçün nə bişirməyi düşünürsən? Mən də dedim ki, KFC toyuq bişirəcəm. O da dedi ki, hazırlamağına ehtiyac yoxdur. Mən gələndə bir şeylər alaram. Elə məhz bu səbəbdən də yemək hazırlama işim də aradan çıxdı.
1 ədəd limuzin dönər və 2 ədəd çörəkdə şarma. Qızlar, bu arada heç birini axıra kimi yeyib bitirə bilmədik. Bir hissəsini saxladıq səhərə. Növbəti gündən hər kəsi xoş gördük. Hava yenə yağışlıdır. Bu tip hava şəraitində insanın bütün aurası aşağı düşür. Baxmayaraq ki, yağışlı havanın da özünə məxsus müsbət bir aurası olur. Bunun səbəbi isə şəhərimizdə olan bəzi texniki çatışmazlıqlardır ki, yağış yağandan sonra biz evdən çölə çıxacaq vəziyyətdə olmuruq. Ona görə də məhkum oluruq evə. Mən də düşündüm ki, evimizin enerjisini yeniləmək lazımdır. Ona görə də bir neçə dəfnə yarpağı yandırmaq qərarına gəldim. Və siz dəfnə yarpağının enerjisini təzələdiyini bilirdinizmi və yaxud da ki, buna inanırsınızmı? Qoxusunu bəyənirsinizmi? Eyni zamanda mən təkcə dəfnə yarpağını deyil, həmçinin üzəri də ara sıra yandırıram. Düzdür, qoxuları elə də xoş gəlməsə də, mən elə düşünürəm ki, bu evimizdə olan bəzi negativlikləri aradan qaldırır. Siz bir bu sir sifətə baxın, bu qaşqabağa baxın, özündən razı baxışlara baxın. Axı bu uşaq niyə belədir? Mən bunun niyə bu halını daha çox sevirəm? Az qalıram onu dişləyib yeyəm. Nazlana yeməyi də elə yeyir ki, mən burada videonu montaj eləyəndə lap əriyib gedirəm. Nəhayət sıra çatdı qızıl gül kremimizin dadına baxmağa. Qızlar, siz də belə bir lentdən istifadə etsəz daha yaxşı olar. Həm estetik cəhətdən yaxşı görsənir, həm də ki hazırlamağa başlayanda krem şanti biraz sürüşkən olduğu üçün ləçəklər bir-birindən ayrıla bilər. Burada yeməyə çəngəllə başlayıram. İstədim biraz elit görsənəm. Sonra dedim ki, əşinə elitlik elə götürüb yesəm daha rahat olar. Və dadına baxdım. İlk dadımdan ləzzəti məni aldı götürdü. Dadı o qədər əla idi ki, elə tək canıma yedim. Düzdür, bir dəfəyə yeməsəm də bir hissəsini səhər, bir hissəsini günorta, bir hissəsini də axşam yedim. Və sizə məsləhət görərdim ki, qızlar, siz bunu elə rəfiqələrinizdən bir araya gələndə yeyin, estetik çay süfrələri falan hazırlamaq istəsəz, məncə ideal seçimdir. Bəylərin isə bu tip şirniyyat növünü sevəcəyini sanmıram. Çünki ən azından mənim yoldaşım bunu yemədi. Hər dəfə tərifləyirəm. Bu dəfə tərifləməyəcəm. Çünki hazırladığım şirniyyatı yemədi. Ola bilsin ki, bu onun damaq zövqünə uyğun değildi ya da ki, çox şirin idi. Amma mən dadı üçün ürəyim getdi. Hətta tez-tez hazırlayacağım. Onu da qeyd edeyim ki, qızlar, siz elə bu qızıl gül formasını verməsəz belə sadə kreplər halında hazırlayıb belə şantiyə batırıb yeyə də bilərsiniz. Yəni o dərəcədə mükəmməl bir ləzzətə sahib idi. Paltar geyməyi sevməyən bir ədəd dilək. Budur. Amma axı. Görün necə gözəl qız oldu Dilək. Onsuz da gözəl idi, belə lap gözəl oldu. Bugün qardırobumuzu yeniləmirik. Sərgiyə salırıq. Düşünürəm ki, qış paltarlarına, yay paltarlarını bir-birindən ayırmaq lazımdır artıq. Sadəcə olaraq havalar hələ ki soyuq keçir, yağışlı keçir. Ona görə də hələ tezdir. Onun əvəzində isə istəyirəm ki, şkafda biraz səliqə səhman yaratmaq lazımdır. Çünki üst-üstə keçirilmiş paltarlar çoxdur. Ondan əlavə mənim paltarlarımın %90% hissəsini sərçikalar təşkil eləyir. Onları da istəyirəm ki, qatlayıb yığmayım şkafa. Tək-tək asılqanlardan asım elə yerləşdirim. Və yoldaşımın paltarları da çoxdur. Ona görə də biraz
qərarsız qalmışam ki, nəyi hara yerləşdirmək lazımdır. Mənim belə bir asılqanı şkafım var. Biri də digər otaqdadır. O da elə də böyük deyil. Və polkalı hissələri çoxdur. Ona görə də qatlanacaqları ayıracağam. Asılmalı olanları isə asılqandan asacağım. Gəlin başlayaq, görək nə var, nə yox. Bunlar burada olanlardır. Birazı da burada çarpayının üstündə var. Gəlin bir tək ayıraq. Bu arada qızlar, mən əvvəlki vloglarımın birində demişdim ki, paltarların heç birini ütülüyüb yerinə yığmıram. Eləcə də bu tip sarışqaları. Zaten 40 ildə bir çölə çıxsaq və yaxud da karasa getsək, onda ütülüyürəm. Əvəzində yenə ütülüyüb bassam belə, özünüz bilirsiniz ki, sıxlıq arasında həmin paltarlar yenə qırışır. Ona görə də ütüləməyəcəyəm. Hardasa 1, 2, 3, 4 dənə belə geyimim var üstə keçirilmiş. Bunları bir-birindən ayıram. Görün nə qəşəngdir qızlar. Bunu Tim'dən zakaz eləmişdim, sifariş etmişdim. O qədər qəşəng materialı var. Həm ağırdır. Biraz ütüləyəndə problem yaşayırsınız bu arxa hissəsində. Çünki belə qat-qatdır. Amma onun xaricində çox qəşəng, çox sizi incə göstərəcək. Ön hissəsində göstərim. Düymələyəndə çox qəşəng görsənir. Yekun görüntü belə oldu qızlar. Burada da axşamdan qalan naharımı edirəm və irəliyən saniyələrdə videomuz yekunlaşır və beləliklə bir vlogun da sonuna gəldik. Hər zaman qeyd etdiyim kimi kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Çünki bu sizin üçün kiçik, mənim üçün isə böyük əhəmiyyət kəsb edir. İnşallah gələn vloglarda görüşmək diləyi ilə özünüzə yaxşı baxın. Hələlik!